dünyadan küsməyə qalsaydı, əleyhissalam hamıdan daha çox, daha tez küsməli idi hamıdan. Bu dünya ona nə zülümlər eləmədi. Amma bir an belə dayanmadı, sakit dayanmadı. Bir gün küsmədi, dayanmadı, çalışdı. İşlərdən uzaqlaşdırdılar, gedib evində oturmadı. Getdi, bağ saldı, getdi, quyu qazdı. İndiyə qədər Mədinənin abadlıqlarının əsasını əleyhissalam qoyub, indiyəcən mövcuddur onlar. Çünki şəhadət arzusu ilə yaşayırdı. Şəhadət arzusu ilə yaşayan adamların dünyası abad olur. Dilləri İmam Zamanın sahabələri dünyanı abad eləyəcəklər. Dünyada gözü olmayanlar dünyanı abad eləyəcək. Dünyada gözü olmayanlar dünyanı cənnətə çevirəcək. Dünyanı abad eləyib başqalarına bəxş eləyəcək.